Ya Allah. Bugünkü dəyərli müştərimizin bizə sifariş verdiyi meyvə suları münasibətilə 10 yerə Gəncə səbətində yüksək və sərgəli formada hazır etmişik. Səbətimizin tərkibində bu cür sərgəli formada düzəltli qoyulubdur. Hər biri qalqada 9 kiloqramla. Ondan əlavə olaraq var hər bir səbət üçün 2 kilo payız balığı. Burada var hazır tikilmiş sərgəli formada 3 ədəd kənd torpası, 3 kilo sümüklü donati. Burada var təzə göylərimiz. Hər birinin içində reyhanı, tərxunu, bütün yeməli göylər hamısı qoyulubdur. Ondan əlavə var qaymaqlı şirin çörəyi, çovlar çörəyi. Burada var təzə pişmiş Gəncə paxlavası. Hər səbət üçün bir mecmua nəzərdə tutulubdur. Burada var sacuqamız. Burada var nəhrə şoru, yağlı süzməmiz, xalis nəhrə yağı, təzə yağlı pendirimiz, südün üzündən hazırlanmış salmış qaymağı, qaymaqlı qatığımız, yerli xiyarı, yerli pomidoru, yerli limonumuz, hər bir seçməsi sərgəli formada bu cürə yığılıbdır. Burada var meyvələrdə mandalini, portağalı, alması. Burada var sulu şirin heyvası, qara gilanları. Bu cürə ləpə çərəzləri qoyulubdur. Hər səbət üçün bir padunuz. Burada var aydın meyvə qurlarımızdan alma qursu, ərik qursu, xirnik qursu, iğdəyin nabı, boz mürəbbəsi, tənək yarpağı, pomidor turşusu, alımsa turşusu. Əlavə olaraq burada qoyulubdur göyəm döyməci, ləpə yağı, barbaris kompotu, təbii dağ çiçəklərimiz. Hər səbət üçün bir ədəd ramka, xalis ramka balımız. Səbətimiz yüksək və sərgəli formada hazırdır. Sizlər də buyurub bu cürə gözəl Gəncə səbətini bizlərdən sifariş verərək əldə edə bilərsiniz. Buyurun.